qadınlara müraciət edərək deyir ki, istəyirsiniz ki, ərinizi saxlayasınız, bir şey bilin. Kişinin həyatında birinci işdir, ikinci dostlardır, üçüncü siz və uşaqlar. Buna razısınızsa, siz evli qadın ola biləcəksiniz. Siz əgər ikinci ya birinci rola iddialı olacaqsınızsa, siz ərinizdən yalnız pat qabmışını düzəltmək istəyirsiniz. Və o kişi kimi xoşbaxt olmayacaq. Gec-tez sizin ərinizdən qaçacaq. Və bu doğrudan da çox gözəl, bu adam psixologiyanı bilir. Başa düşürsünüz. Kişini kişi eləyən bir nömrəli onun işidir. Kişinin bir qazancı yeri olmalıdır, ov yeri olmalıdır. O orada uğur qazanıb evə ət gətirməlidir. Bu qədimlə müqayisə eləsək. Ona görə iş kişinin özünü təsdiqlədiyi əsas alandır.